Hər vaxtın xeyir, xoş gəldin. Bugün həyatımızın ən vacib bacarıqlarından biri haqqında danışmaq istəyirəm, yəni özünü tənzimləmə haqqında. Həyatımızda hər gün müxtəlif hisslərə, düşüncələrə və xarici təsirlərə məruz qalırıq. Bəs bu halda biz öz hisslərimizi necə idarə edirik, stressə necə reaksiya veririk? Gəl biraz da buna baxaq. Özünü tənzimləmə insanın öz emosiyalarını, davranışlarını və impulslarını idarə etmə bacarığıdır. Bu sadəcə emosional sabit olma halı deyil, həm də stresli vəziyyətlərdə düzgün qərar verməyi, ani reaksiyalardan çəkinməyi və uzunmüddətli məqsədlərə fokuslanmağı təmin edir. Bu proses beynimizin prefrontal korteksində idarə olunur, yəni biz emosional reaksiyalara qərar verərkən məntiqli düşünən beynimizi işə salırıq. Təsəvvür elə ki, kimsə səni tənqid edir və sən dərhal emosional reaksiyaya keçirsən, lakin özünü tənzimləmə bacarığı insanı dayanıb düşünməyə yönləndirir. Özünü tənzimləmənin bir neçə əsas komponenti var. İlk olaraq emosiyalarımızı dərk eləmək, çünki nə hiss etdiyimizi bilmədən onu idarə etmək çətin olur. Gün ərzində öz emosiyalarını müşahidə elə, hər hansı güclü bir emosiyanı hiss etdikdə dayan və özünə sual ver. Mən hazırda nə hiss edirəm? Hər bir hissin arxasında müəyyən bir tətikləyici faktor dayanır. Bunun üçün indi deyəcəyim suallar üzərində düşünə bilərsən. Bu hiss məndə nə yaratdı? Məsələn, bir insanın sözü, bir hadisə, bir düşüncə və ya bədənindəki hər hansısa bir narahatlıq. Bu hissdən əvvəl nə baş verdi? Bəzən duyğular hadisələrin birbaşa nəticəsi deyil, onların bizim beynimizdə şərh edilməsinin nəticəsidir. Bu hiss məndə hansı bədən reaksiyalarına səbəb oldu? Tərləmə, ürək döyüntüsünün artması, əzələlərin gərginləşməsi və s. kimi reaksiyaları nəzərdə tuturam. Bəzən emosiyaları bastırmağa və ya inkar etməyə çalışırıq. Halbuki onları adlandırmaq və qəbul etmək bizim onları idarə etməyimiz üçün çox önəmli bir faktordur. Belə hallarda özünə deyə bilərsən ki, indi içimdə qəzəb var və bu normaldır. Bu duyğu keçicidir, o həmişə burada olmayacaq. Hiss etdiyin duyğuları mümkün qədər dəqiq ifadə etməyə çalış. Qorxu, həyəcan, qəzəb, sevinc, qürur, məyusluq, yəni bu kimi adlardan istifadə etməyə çalış. Bir neçə özünü tənzimləmə texnikasını paylaşmaq istəyirəm. Onlardan biri koqnitiv yenidən çərçivələndirmə adlanır. Bəzi emosiyalarımız hadisələrə baxış bucağımızdan qaynaqlanır. Hadisələri fərqli prizmadan dəyərləndirmək emosional reaksiyamızı dəyişə bilər. Özünə soruş ki, bu vəziyyətə başqa necə baxmaq olar? Əgər dostum eyni şeyi yaşasaydı, ona nə məsləhət verərdim? Bu hiss keçicidir, yoxsa qalıcı? Mən bu hissi necə daha sağlam bir şəkildə ifadə edə bilərəm? Araşdırmalar göstərir ki, hadisələrə daha neytral perspektivdən baxmaq emosional reaktivliyi azaldır və stresin təsirini zəiflədir. Emosional tənzimləmədə ən vacib məsələlərdən biri də özümüzlə qurduğumuz daxili dialoqdur. Özünlə necə danışırsansa, bu emosiyalarına və davranışlarına güclü şəkildə təsir edir. Məsələn, mən uğursuzam əvəzinə, mən bu vəziyyətdən öyrənirəm. Məndə heç nə alınmır əvəzinə, bu çətinliklər inkişafım üçün bir fürsətdir kimi müsbət və neytral cümlələr qura bilərsən. 4-7-8 nəfəs texnikası sinir sistemini tənzimləməyə və zehni sakitləşdirməyə kömək edir. 4 saniyə nəfəs alırsan, 7 saniyə nəfəsini saxlayırsan və 8 saniyə ərzində yavaşca nəfəsini buraxırsan. Və bunu ən az 5 dəfə təkrarlayırsan. Bu texnika parasimpatik sinir sistemini aktivləşdirərək stresi azaldır və qərar vermə prosesini yaxşılaşdırır. Özünü tənzimləmək üçün bir digər vacib məqam isə uzun müddətli məqsədlər üçün ani həzz mənbələrindən çəkinməkdir. Deyək ki, sən sağlam qidalanmaq istəyirsən, amma bir yığıncaqdasan və orada tort kimi bir stimul var. Burada artıq öz uzun müddətli məqsədinə sadiq qalaraq ani həzzi deyil, öz məqsədini seçmək, özünü tənzimləmək deməkdir. Ümumiyyətlə bu bacarıq davamlı olunduqda möhkəmlənir. Yəni bunun üçün də biz kiçik, idarə edilə bilən addımlarla başlamalıyıq. Özümüzü tənqid etmək əvəzinə öyrəndiklərimizə fokuslanmalıyıq və ən əsası səbirli olmalıyıq, çünki emosional tənzimləmə uzun müddətli bir prosesdir. Və bunları biz tətbiq etdikcə tədricən emosiyalarımıza və impulslarımıza daha çox nəzarət edə bildiyimizi görəcəyik. Özünü tənzimləmə bacarığı emosional sabitliyi və daxili gücü artıran ən vacib psixoloji strategiyalardan biridir. Duyğularını izləmək, nəfəs texnikaları və fiziki aktivlik kimi metodları gündəlik həyatına daxil edərək stresi daha yaxşı idarə edə və həyat keyfiyyətini artıra bilərsən.
Bu günlük bu qədər. Yenidən eşidilərik. Özünə yaxşı bax. Hələlik.